Qarabağda bərpa quruculuq işləri sürətlə davam edir. Azərbaycan ordusu bölgəyə sülh günəşinin bərq vuran şüalarını gətirdi. Keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma yurdlarına qayıdırlar. Artıq Qarabağ özü xarici qonaqlarına ev sahibliyi edir. İqtisadi əlaqələrin bərpa və qurulması üçün mühüm rol oynayır. Son 5 ildə bölgədə aparılan dirçəlmə prosesini araşdırmışıq. Odur ki, izləyək. Artıq 5 ildir ki, Qarabağdakı barıt qoxusunu xarı bülbülün ətri əvəz edir. Bu müddət ərzində bölgədə bir sıra bərpa quruculuq işləri görüldü. 30 illik həsrətdən sonra bu torpaqlarda böyük qayıdış prosesinə start verildi. 2021-ci il aprelin 26-sında Prezident İlham Əliyev ölkədə ilk dəfə Zəngilanın Ağalı kəndində Ağıllı kənd layihəsinin əsasını qoydu. Bu, həm də böyük qayıdışın başlandığı gün hesab olunur. Həmin ərazilərdə bərpa olunan şəhərlər, kəndlər ən müasir yaşayış standartlarına və rifah şəraitinə uyğundur. Təbii ki, ölkənin imkanları, xüsusən maddi imkanları olmasa, ölkədə resurslar doğru bölüşdürülməsə və doğru istiqamətləndirilməsə, bu istiqamətdə heç bir addım atmaq olmazdı. Bugün bir mənalı şəkildə deyə bilərik ki, Azərbaycan insan rifahı adına, həmçinin özümüzün konstitusiyon niyyətimiz və konstitusiya ilə müəyyən olunmuş ali məqsədlərimiz naminə böyük qayıdış və quruculuq prosesini bir mənalı olaraq insan hüquqları adına ən böyük addımlardan biri kimi realizə etməkdə.